Biz yoldaşımgil tərəfdən Xocavəndə ilk köçənlərdən olduğumuz üçün həmişə qonaqlar bizə gəlirdi. Bu köçdə isə artıq Sənanın bir çox qohumu da gəldi və qonaq getmə növbəsi bu dəfə bizdə idi. Allah şəhidlərimizə rəhmət eləsin, qazi və veteranlarımıza can sağlığı versin. Dövlətimiz və ordumuzun sayəsində biz belə günləri hələ çox yaşayacağıq. Bəxtiyar əmi və Fərdə xalanın timsalında hər kəsə Qarabağdakı evlərində sağ canla uzun ömür yaşamalarını arzu edirəm. Qarabağdan hamınıza salamlar. Videonun davamını öz səsi ilə qoyuram. Xoş sözlərinizi yazmağı unutmayın. Salam. Blogerliyimi də eləyim bu ara yerdə. Xoş gəldiniz. Xoş gəldiniz. Boşanma nə deməkdir? Bəxtiyar əmi, neçə il sonra Qarabağda kebab çəkirsən? Ama bir 3-4 yıl bundan qabaq gelmiştim onda. Hə, işdədilə Bunlar tez-tez gəlir. gəlibmiş, Tez işdədilə. gelirdim. Ama Öz həyatında aynı. öz hayatımda birinci dəfədir. Hə. Birinci dəfə. Karı. İkisinin annesine yeni sağlayacağım. Biz de o evde işte. Xoş gəlmisiniz, xoş oldum. Həmişə siz gələsiniz. Elə bilin ki, burada sizin öz evinizdir. Nə vaxt sizə Ama mətəmə? belə qəşəng. Gəlin, gedin şunu, yaxındır. Nə vaxt biz Əsl mənlik tikədən Məsələdir, elə bil ki, mən sənin qaynatanım. Bax, onu elə də bil. Allah sizi var eləsin, başımızdan eksik olmayın. Çörək pişmişəm sizə qəşəng. Sağ ol, ay.